Rumuniyaya qarşı qələbə kağız üzərində yaxşı nəticə kimi görünsə də, oynanan oyun bəzi suallar yaratdı. Texniki zonada bugün hesabdan çox işin mətbəxini danışacağım. Daim taktiki savadsızlıq və xaos futbolu anlayışına görə sərt tənqid edilən Türkiyə millisi Montella gəldikdən sonra müəyyən qədər dəyişdi. Ancaq tənqidlər yenə də davam edir. Xüsusilə topa sahib olduqda Türkiyə millisi oyunu açmaqda çox əziyyət çəkir. Bundan əlavə hücumsuz oynatdığı üçün tənqid olunan Montella buna baxmayaraq uğurlu nəticələr əldə etməyi bacarıb. Tamamilə qapanan, bəzən 5-li, bəzənsə 6-lı müdafiə olunan Rumuniyaya qarşı epizodlar yaratmaqda çətinlik çəkən Türkiyə ikinci hissənin əvvəllərində hesabı açdı. Arda Güler Fərdi Kadıoğlu'nun cərimə meydançasına daxil olduğunu görərək uzun ötürmə ilə onu tapdı və bu epizoddan sonra hesab açıldı. Bundan sonra oyunun gedişatı da dəyişdi. Artıq avtobus taktikasından bir qədər uzaqlaşan Rumuniyaya qarşı Türkiyə oyunu daha rahat nəzarətdə saxlaya bildi. Məncə taktiki olaraq üstünlük qura bilməyən Türkiyə Rumuniya mərhələsi daha çox fərdi keyfiyyət hesabına keçdi. Növbəti rəqib isə Kosovo olacaq. Tək oyun olması, səfər amili və Kosovanın ikili hücumçu ilə oynaması işi daha da təhlükəli edir. Xüsusilə Kosovanın evdə tamam fərqli oynadığını nəzərə alsaq, Türkiyəni həqiqətən ciddi bir test gözləyir.